Niyə video atmırsan? Atmıram belə əcə bilirəm sənə. Bu qədər adam sən video gözləyir. Sən nə tər bir adamsan la? Lazım olsa sən evi basardım. Mən prosta özümə hörmət edirəm. Mənə bu qədər sevirlərmiş bu mənim tayfa. Allah əlbəttə. İndi keçirsən o laptopun başına bizə video alırsan. Əlbəttə əmrin olar. Mən tez gedib videoyu hazırlayım. Salam dostlar, mən Kənan Gözəlov. Bu günləri Age of Story 2-də yeni bir seriyə başlayırıq dostlar. Bu günləri Azərbaycan Sovyet Cumhuriyyəti ilə oyuna başlayırıq dostlar. Seçenekleri burada görebilirsiniz. Mən daha çox uzatmadan tez videoya keçək dostlar. Və dostlar, Komünist Azərbaycan başlayır. Mən teknoloji puanlarımı tez ekonomi və nüfusa yatıracağım. Vergi, üretim gəliri, yönetim, ordu bakımı və qalanlarını da araştırmaya vereceğim. Bitti. Vergi dostlar. Bu burada tuturam və mallara oyunun başında mallara böyük bir yatırım edirəm dostlar. Onda daha bir varlaşmaq için biraz tur keçək ki pılımız olsun elimizdə yetebiləcək qədər. Və dostlar, mən Sovyet Azərbaycanı olaraq, yəni hər Age of Story seriyesində elədiyim kimi bir müttəfik almalıyıq yanımıza. Bizi qoruya biləcək bir müttəfik və o da komünist olmalıdır. Sizə belə bir bilgi verim. Komünist ölkələr dünyada çox az. 7-8 də komünist ölkə var. Bunlardan bəziləri Çin, Vietnam, Laos, Kuzey Kore kimi ölkələrdir. Ona görə dostlar, mən hələlik Çinlə aramı yaxşı tutmaya çalışacağım. Biraz daha tur keçsin aradan. Və dünyada 64-cü hələ heç nə eləməmişik. Oyuna başlayanda 65-ci idik. 55 tur sonra istədiyimiz ölkələrə hücum eləyə biləcəyik. Və mənim hücum eləyə biləcəyim ölkələr Qafqaz ölkələri, yəni Gürcüstan, Ermənistan, yəni bu qədər. Hələlik mənim ən böyük, Azərbaycanın ən böyük düşüncəsi Gürcüstan və Ermənistanı ələ keçirmək. Gələcək vaxtlarda böyük Azərbaycanı ya da Turanı şəkilləndirə bilərik. Bilmirik artıq. Gələcək bölümlərdən asılıdır. Və sizin yorumlarınızdan. Və dostlar, yorumlar demişkən kanala like atıp abone olup bildirimleri açmayı unutmayın. Bu kadar yani. Videoya devam edelim. Hə dostlar, lazım olduğu qədər gəlirimiz artdı və mən istəyirəm ki paytaxtda deyil də Şirvan tərəflərinə qala, limanlardan bilirsiniz ki, limanlardan çox ordu gəlir. Çiftlik və kütüphane inşa edirəm ki, araşdırma bütçemiz olsun. Artıq azalda bilərəm. Artıq mallara gələn gəliri azaltıb araştırmayı artıra bilərəm dostlar. Dünyada 72-ci sıraya kimi gerilədik. Bəzi ölkələr bizdə araştırmada qabaqda olduğu için deyəsən belə oldu. O görə araştırmaya da yenə pul yatırıram. Araştırmaya devam edirəm. Bu sefer ekonomiye yatıracağım. Ve yine araştırmaya teknoloji puanı yatıracağım. Dünyada 72-73. sıralarda ve 74'e gerilədik. Bu çok pis bir xəbərdir. Bir sıradan sonra pul kesəcəm artıq araştırmaya verilen pulu. Ona göre bütün pulu işlədək. Son pulumuza kadar ekonomi, yatırımı ve araştırma puanları araştırmaya ve ekonomiye yatıracağım. Ve pulumuz bitmek bilmir yani. O kadar çok pulumuz var ki artık bitmek bilmir. Ha dostlar, sonunda yani pulumuz bitti. Bəli. 14 tane geliştirme puanımız var. Bu çok yaxşı bir xəbərdir. Görə ordu bakımı, ticaret ve ekonomi ve belensiz bölüştüreceğim aralarda. Bəli. Belensiz ya ölkəmiz için çok yaxşı, əlverişli bir şeydir yani məncə. Bu gəliri biraz mallar yatırım biraz qabaqda tutun. Bəli.
indi buralara, daha doğrusu buraya inşa edeyim. Gözətçi qülləsi inşa edəcəm. Çox az bir ordusu var. Mən yəni gedib onları ələ keçirə bilərəm bu saat. Mənə nə qədər bu ordu lazımdır? Deyək ki, sərhəddə bu qədər ordu var. Məncə bizim 4000'lik ordu bizim işimizi görəcəkdir. Məncə. Şirvan qismindən alacağımız bir ordu məncə bəs eləyər. Buraya və 2000 də buraya. Tabii Naxçıvanı da hücum eləyə bilərlər. Bunun üçün 500-500 də buraya ordu göndərirəm. Və dostlar, diplomasi. Mənim Ermənistan'da niyə aram yaxşıdır və bunların müttəfiqi də var. Bulgaristan. Amma deyəm, indi Bulgarların buradan bura gəlməsi uzun bir vaxt alacağına görə mən yəni onlar gələnə kimi mən Ermənistanı 3 dəfə falan fəth eləyə bilərəm. Ona görə dostlar, özlərinə hakaret edirəm. Ya mənə bu torpaqlarını verəcəksiniz, əziz Ermənistan dövləti, Paşinyan, ya da silahlarla öldürəcəksiniz vəhşicə. Təslim olmaq çox yaxşı bir fikirdir və qəbul eləmədilər təbii ki də. Ona görə dostlar, hücum. Və orada bizi püskürtdülər. Tez bura minlik ordu çağırmalıyam və eyni bölgəyə yenidən hücum. Burayı Yerevan'a aldıq dostlar. Yerevan'a aldıq. Alanmadık. Yaxşı savundular və biz daha çox itki veririk. Ona görə dostlar daha yaxşı effektiv hücumlar sağlamalıyıq. Dostlar daha yaxşı effektiv hücumlar sağlamalıyıq. Yerevan'ı yeniden işgal etmeye çalışacağıq. Ermənilər çox direnir ama bu savaşın, döyüşün axırı bəllidir yəni. Haraya çatacağı bəllidir yəni. Bu döyüşü hər türlü Azərbaycan qazanacaq. Mən savaş planına keçməmişəm. Ona görə mən çox itki verirəm. Saldırı planı. Mən də bir yandan deyirəm, nöş bu qədər çox itki verirəm. Mən də deyirəm, niyə bu qədər çox itki verirəm? Arkadan cəbhədən adam gətirməliyim bura daha fazla. Fikirləşdiyimdən daha uzun çəkdi bu Ermənistan döyüşü. 2 dəqiqədə almalıq idi. Və torpaq itirdik. Ermənistan hökumətinə bax. Mən ordumdan daha fazla insan ölməsin deyə, milletim qırılmasın deyə az adam gətirdim, amma bunlar bizi bu qədər zorlayacağına heç fikirləşməmişdim. Amma bu saatdan ehtimal %100% düşdü yəni. Ehtimalı yoxdur, bəli. Qazandıq, Bulgarlar gəlmədən aldıq. Biz Yerevan'ı alırıq və dostlar, Bakı müqaviləsinə görə Ermənistan artıq Azərbaycana aid bir yerdir. Görə bütün orduları paytaxt Bakıya gətirirəm və 650'sini dağıdıram. 9000 aktiv əskərimiz olsun. Baxın belə cəbhanəlik inşa eləyək, ikmal kampı inşa eləyək, bir də sığınaq inşa eləyək. Hər türlü bir atom, nükleer bomba, balistik bomba atılarsa özümüzə güvənci, Bakı paytaxtı güvənciyə alaq bəzi insanları qurtarmaq adına. İndi assimilyasyon işləmlərini gerçəkləşdiririk dostlar burada. Amma nədənsə biz ölkəyi fəth elədik, amma sıralamada bir tərpəniş olmadı niyəsə. Və mən Çinlə aramı daha da yaxşı eləməyə çalışacağam. İttifaq tələb eləsəm, aramızda olan ilişkilərdir, mədəniyyət gücüdür, təbii ki bu böyük farkındalıq. Mədəniyyət gücü və sınır arası uzaqlıq.
Sınır arası uzaklığı bir ehtimal düzəldə bildik. İlişkilər problem değil. Ama bizim sizinle aramızda olan yani ittifak çok düşük bir ihtimaldı yani. Eləcə Vietnama baxaq. Vietnamda eyni və Laosda əslində ilişkilər sınırlar arası uzaqlıq sadəcə bizi də ayırır bir-birimizdən. Onda dostlar, belə baxanda komünistlərdən birisi bizimlə müttəfiq ola bilməyəcək. Ona görə yanımıza başqa demokratik ölkələr götürmək lazımdır. Özbəkistan, Türkistan və Qazaxıstan ya da Türkiyə kimi. Amma hələlik bunlardan heç birini eləməyəcəm mən. Gürcüstana hücum başlatacağım. Bu kadar. Dostlar, ama bunların hamısını gələcək bölümə saxlamaq istəyirəm. Əgər video xoşunuza getdiysə, kanalıma like atıp, abone olup, bildirimləri açıp yorum yazmayı unutmayın. Sevilirsiniz. Görüşürüz. Bay bay.